Salam dostlar, mən Paşayeva Aytəkin. Bugün sizlərə mürəkkəb faiz artımına aid Namazov çalışmalar kitabından çalışmaların izahını verəcəyik. Səhifə 218 və səhifə 219-da olan çalışmaların izahı sizlər üçün veriləcək. İzaha keçməzdən əvvəl yenidən kiçik xahişim var ki, kanalımızı bəyənib abunə olun ki, daha çox faydalanasınız və mənim üçün də faydalı olasınız. Və bu mənim üçün çox önəmlidir. Bunu sizdən rica edirəm ki, dəstək olasınız mənim kanalıma. Baxaq uşaqlar, birinci sualda. İlk öncə uşaqlar, mürəkkəb faiz artımının düsturunu biz bilək. SN bərabərdir S0, 1 üstəgəl R bölünsün 100 üstündə N. İlk öncə onu da deyim ki, mexaniki səhvlər ola bilər, hesab səhvləri ola bilər. Yəni bunu mən bilirəm ki, olacaq, ola bilər də, hamıda olan bir şeydir. Onu şişirdib, etkadan kənar olaraq yazıb eləməyiniz sizin özünüzə mənfidir. Onu da deyim ki, mən insanam, yaza bilərəm, səhvlərim də ola bilər, qəbul eləyirəm. Amma bunu normal, nəzakətli şəkildə yazıb şərhdə bildirə bilərsiniz. Etkadan kənar çıxanlar, yəni kanalımda olmasın, xahiş edirəm. Çünki mənim kanalım faydalananlar üçündür. Səhvlər ola bilər, onu özünüz dəftərinizdə yolunu öyrənməyə çalışın, başa düşməyə çalışın. Özünüz dəftərinizdə həmən səhvləri düzəldərək düzgün formasını yazın. Mənə də bildirin. Mənim üçün də xoş olar şərh bölməsində. Belə, baxaq birinci çalışmadan. Çalışma 1. Nə deyir uşaqlar? Hər il əvvəlki ilin 10% qədər artım verən banka qoyulan 8000 manat 3 ildən sonra məbləğ neçə manat olacaq? 3 ildən sonra neçə manat olacaq? Demək, verilənlər R bərabərdir 10%-dir. Biz bilək ki, əlimizdə nələr var, nəyi verib, nəyi verməyib. Onları bilək, ona uyğun da hərəkətimizi eləyək. S0 8000 manat və bizdən nə istəyir? N-i də verib, N də 3-dür. Və SN-i bizdən istəyir. Gəlin SN-i yazaq. SN bərabərdir. SN bərabərdir. S0 8000 vurulsun. Deməli, 1 üstə gəlinsin. R-imiz neçə idi? 10 idi. Böl 100. N-imiz də 3 idi. Bu şəkildə hesablayaq. 10 ilə 100 ixtisar getdi. 1 üstə gəl 10-da 1 üstü 3 bərabərdir 8000. Bu olur 10-da 11 üstü 3. Burada SN-i tapırıq da biz belə. SN bərabərdir. Burada bir dəqiqə uşaqlar, beynim yorulub deyə. Mən niyə belə yazdım? Bərabərlik yazdım. Bunu bərabərlik yazdım, məni çaşdırdı. Vurulsun 8000. Bu SN bərabərdir. Biz SN-i tapırıq da. SN də bərabərdir. Deməli, uşaqlar, bu oldu 10-da 11-in kubu vurulsun 8000. İndi SN bərabərdir. 11 vur, 11 vur, 11. Bu da oldu 1000. Elə deyilmi? Vur 8000. Bu ixtisar getdi. Bu oldu SN bərabərdir. 11-i 11-ə vuranda 121 vur 11 vur 8. Bunu da vurub hesablasaq. 11-i 121-ə vuranda 1331 eləyir. Bunu da 8-ə vuranda 10648 manat eləyir. Bu şəkildə almış olarıq. Çalışma 2-dən davam edək. Çalışma 2. İndi deyir ki, 45 hektardır. İldə orta hesabla 20% artım olur. 4 ildən sonra N bərabərdir 4, R bərabərdir 20, S0 45 və SN istəyir. Cavabı təhliklərə qədər yuvarlaqlaşdırın. Burada da yenə uşaqlar, hesablar biraz böyük rəqəmlər alınacaq. Ona görə heç bir narahatçılıq yoxdur. S0 45 vurulsun 1 üstə gəl 20 böl 100, N-imiz də 4-dür. Baxın, hansı düsturu tətbiq edirəm? Birincidən faiz artımı, mürəkkəb faiz artımının düsturunu tətbiq etdim. Deməli, SN bərabərdir 45 vurulsun 0-ın 1-i getdi. Bu da 1 üstə gəl 2 ilə getdi. Burada 5. 5-də 1 üstü 4. Bu da 45 vurulsun 5-də
6 üstü 4 bu şəkildə. Bu da 45 vurulsun 6 üstü 4, 5 üstü 4. 45 ilə 5'in biri gedir. Burada 9 qalır. Burada da 5 üstü 3 qalır. 6 üstü 4, 5 üstü 3. Bu da bizə 125 verir mi? 5 üstü 3. 9 vurulsun 6 üstü 4. 36 vur 36 kimi yazsam. Niye 36 vur 36? 6'nın kvadratı 36 edir. O şəkildə düşündüm, yazdım. İndi gəlin bunu mən kalkulyatorla hesablayacağım vaxtımız getməsin deyə. Və çünki yuvarlaqlaşdıracağıq da. Deməli 9 vur 36 vur 36 böləcək bunu 125'e. Bu bizə verdi 93,312. Bunu da təkliklərə qədər yuvarlaqlaşdıranda elə təklik o 3'dür. 3'dən sonra gələn ədəd 5'dən kiçiksə elə bu 93 formasında qalır. İndi baxın, burada cavabda gəh 95 falan yazıblar. Ola bilər 93'dür. Hə. O köhnə kitablardaydı 95. 93'dür. Elə yuvarlaqlaşdırdıq, doğru cavab aldıq. Yəni yuvarlaqlaşdırmada da birdən burada başqa şey ala bilərsiniz. Orada başqa şey, ona takılmayın. Əsas yolunu düz alın. Bu şəkildə aldıq. Cavab 93 hektar. Təkliklərə qədər də yuvarlaqlaşdırdıq. Bu bizim çalışma 2'miz idi. İndi çalışma 3'dən davam edək uşaqlar. İldə 8% gəlir verən, deməli, 8%, əmanət bankına 10.000 manat, 10.000 manat. İldə 10% gəlir verən, bu S0 10.000. Bu birisi də, bu birincisidir. Bu ikincisi də ildə 10% verir, bərabərdir 10. Bu birisi S0'da 9'dur. Hər ikisində N2'dir. N2'dir. 2'dən sonra. Deyir, hansı hesabdakı pul çox olacaq və nə qədər çox olacaq? Gəlin birincisini hesablayaq. SN bərabərdir. S0'mız 10.000. 1 üstəgəl 100'də 8 üstü 2. Bu da bərabər. SN bərabərdir 10.000 vurulsun 108 üstü 2. Bu da bərabərdir 10.000 vurulsun kvadrata yüksəldəndə 108'in kvadratı. 4 sıfırlar getdi, elə bir dənə qaldı 108'i 108'e vurmaq. Bu oldu 11.664. Birinci bankdakı pul 11.664 oldu 2 ildən sonra. Şimdi ikinci bankdakı pulu hesablayaq. SN bərabər deməli, burada 9 yazmışam, 9.000 manatdır. 9.000 vurulsun 1 üstəgəl 10 böl 100 üstü 2. 9.000 bu sıfırlar getdi. 9.000'dir. 9.000 vurulsun 10'da 11'in kvadratı. Bu da 9.000 vurulsun 10'un kvadratı 100. Bu da 121. Sıfırlar getdi. 9'u 1'e 9, 9 2 18, 9'u 1'e 9 10.080. Bir de bu 10.890. İkinci bankda da 10.890 oldu. İndi deməli 11.664'dən çıxıram 10.890 deyir. Hansı bankda pul çox oldu? Deməli birinci bankda pul daha çox oldu. Yazıram birinci bankda. Və nə qədər çox oldu? Nə qədər çox oldusa deməli çıxırıq. Nə qalır bizə? Nə verir? Çıxanda 774 manat çox oldu. Davam edək çalışma 4'dən. Çalışma 4. Əmanətə qoyulan pul 10% gəlir verir. Bərabərdir 10. N də bərabər 3. 3 ildən sonra qoyulmuş pulun məbləği 12.000 olur. SN də bərabərdir 12.000. Bu şəkildə alırıq. İndi bizdən nə istəyir? Əvvəlcə banka nə qədər pul qoyulub, cavabı onluqlara qədər yuvarlaqlaşdırın. S0'ı bizdən istəyir. Bərabər sual. SN yəni 12.000 bərabərdir 1 üstə gəlinsin %10 N'imiz də 3'dür.
Deməli uşaqlar, bizdən nə istəyir? Bir də vurulsun S0 istəyir. Burada S0-da vurmalıydıq. 12.000 bərabərdir. Bu sıfırlar getdi. 10-da 11 kubu vurulsun S0. S0 vurulsun 1000-də 100, deməli 11 vur. 11 vur 11. Elə bir dəfəlik 11-in kubu yazıb, sonra hesablayarıq. Bərabərdir 12.000. S0 bərabərdir. S0 vurulsun 11-in kubu. 12.000 vurulsun 1000-ə. Bu da S0 bərabərdir 12.000-i vur 1000-i bölürəm 11-in kubuna. Bunu hesablayaq. Burada da 11'in kubu 1331 eləyir. Bu da 12. Bu şəkildə eləyir. Gəlin indi bunu bölək. Böləndə belə bir şey alınır. Deyir ki, cavabı onluqlara qədər yuvarlaqlaşdır. Cavabı təklik onluq. Onluqlara qədər yuvarlaqlaşdırın deyəndə uşaqlar cavabda 900 götürüb. Bunu 900-də götürə bilərsiniz. 920 də götürə bilərsiniz. Cavabda 900 verilib. İstəsəz 900-də götürə bilərsiniz. Amma çünki bir onluqlara qədər yuvarlaqlaşdıranda 1-ə baxırıq, elə deyilmi? 1-dən sonra gələn ədəd 5-dir. 5-in özü və 5-dən yuxarı olan ədəd olanda bu 1-in üzərinə bir vahid əlavə edirik, 920. Əslində belə eləməlidir. İndi amma kitabda 900 kimi götürüb. Yəni siz necə istəyirsiniz götürün, amma əsas odur ki, belə həll yolunuz doğru olsun. Davam edək çalışma 5-dən. Çalışma 5. Şəhərin əhalisi ildə orta hesabla 2% artır. 3 ildən sonra şəhərin əhalisi 15.000 nəfər olubsa, əvvəlcə şəhərin əhalisi neçə nəfər idi? Deməli, SN-imiz 15, burada $1.500.000. 1.500.000. R-imiz 2%, N-imiz 3. Bizdən S0-ı istəyir. Əvvəlcə şəhərin əhalisi nə qədər idi? Cavabı minliklərə qədər yuvarlaqlaşdıraq deyir. İndi gəlin yazaq. S0 vurulsun, 1 üstə gəlinsin, yüzdə 2 üstə 3 bərabərdir 1.500.000. Bu şəkildə almış olaraq. Deməli, 2 ixtisar gedir. Burada 1, burada 50. S0 vurulsun 50-də 51-in 50-nin kubu 51-in kubu bərabərdir 1.500.000. S0 bərabərdir 51-in kubu bərabərdir 50 kubu vurulsun 1.500.000. Bu da S0 bərabərdir 50-nin kubu. Demək, 50-nin kubu biz bilirik ki, 5-in kubu 125 edir. 3-dən də 0 yazaq arxasına vur 1.500.000. Bunu yəni mümkün deyil kalkulatorsuz həll eləyək. Bunu mütləq kalkulatorla həll etmək lazımdır. Sizdə yəni inanmıram ki, buna müəlliminiz nəsə bir söz deyə. Kalkulatorla mütləq bunu həll etmək lazımdır. Gəlin həll edək. İlk öncə 51-in kubunu silirəm, yerinə yazıram 132.651. İndi gəlin bölək. Deməli 125 vur. Sıfırları sonra yazacağım 15. Bunu həll elədik. Aldıq deməli 14.134.835.
35 tam 01 8 burası sığmadı. Belə deyək də 14 milyon 134 min 835 tam 8. İndi bizdən nə istəyir? Cavabı minliklərə qədər yuvarlaqlaşdırın. Minliklərə qədər yuvarlaqlaşdırsaq, gəlin yuvarlaqlaşdıraq. Təklik, onluq, yüzlük, minlik. Deməli 14 1 təklik, onluq, yüzlük, minlik. Minlik 4-dür. 4-dən sonra gələn 8 5-dən böyükdür. Onda bu 5 ilə əvəz olunur. 14 milyon 135 min. Şu. Bu şəkildə almış olduq. İlkin olaraq əhalimiz 14 milyon 135 min imiş. Burada uşaqlar 14 milyon yox, sıfırın biri artıq getdi. 1 milyon belə deyək. Bunu silək. 1 milyon sıfırın biri artıq getdi burada. 1 milyon 413 min 483. Kəsr hissəsini yazmıram. Çünki deyir ki, minliklərə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzlük, minlik. Minliyimiz də 3-ə düşdüyünə görə 4 də 5-dən kiçik olduğuna görə burada olur 1, 4, 1 milyon 3-dən sonrakılar hamısı sıfırdan əvəz olunur. 413 min. Deməli, əvvəlcə əhalimiz 1 milyon 413 min idi. Bayaq deyə hiss elədim ki, burada axı bu nətər olar, sonradan bu qədər artıq olar. Bax, bu şəkildə. Davam eləyək çalışma 6-dan. Çalışma 6-da deyir, hər il əvvəlki ildəki məbləğin 20% qədər artım verən 20% artım verən banka qoyulan müəyyən məbləğ 2 ildən sonra n bərabər 2 ildən sonra S-in 21.600 olub. Banka qoyulan ilkin məbləği tapın. Neçə manatdır? Onu soruşur bizdən. Gəlin tapaq. Deməli, S0 vurulsun 1 plus %20 üstündə 2 bərabərdir 21.600. S0 vurulsun 1 üstə gəlinsin. Sıfırlar getdi 5-də 1 üstü 2 bərabərdir 21.600. S0 vurulsun 5-də 6-nın kvadratı bərabərdir 21.600. Bu S0 36 böl 5 bərabərdir 21.600. S0 vurulsun 36 bərabərdir 5 vurulsun 21.600. 21.600-ü 5-ə vursaq S0-da bərabərdir 108.000-i bölək 36-ya. Elə 36-ya böləndə burada 1, burada 3. Bu da olur 3000. Əvvəlki məbləğ demək 3000 manat imiş ilkin məbləğ. Bu şəkildə. Davam edək çalışma 7-dən. Deyir ki, cədvələ əsasən aşağıdakı suallara cavab verin. 1-ci və 3-cü banka qoyulan məbləğ verilən şərtlərlə müddətin sonunda hansı məbləğə çevrilər? Deməli, 1-ci bank 10%-dir. 5000 manat məbləğdir. 2 il müddətində mürəkkəb faiz artımından hansı məbləğə çevrilər? 1-ci bankı hesablayaq birincisində. S-in bərabərdir 5000 vurulsun 1 üstəgəl %12. 2 ildən sonra sıfırlar getdi. 5000 vurulsun
10'da 11 üstü 2. Bu da 5000 vurulsun. Yüzde 121 sıfırlar getdi. Bu da olur 0, 5'i 1'ə 5, 5'i 2'yə 10, 5'i 1'ə 5, 6050. Birinci bank bu qədər pul oldu. Üçüncü bankı da hesablayaq. Deməli, birinci bank. Aha. İndi üçüncünü hesablayaq. Üçüncüdə sadə faiz artımıdır. Deməli, 15% ilə 6000 manat qoyur. Deməli, SN bərabər düsturu yazaq. S0 1 plus RN bölü 100. Bu düsturu tətbiq edək. SN bərabərdir. S0'ımız 6000'dir. 1 üstəgəl RN. R'imiz 15'dir. N'imiz də 18'dir. Bölü 100. Bu şəkildə yazaq. Demək. $6000 vurulsun. Deməli, burada 15 ilə 100 ixtisar gedir 5'ə. Burada 3, 5'ə ixtisar gedir. Burada 20. 20 ilə 18 2'yə ixtisar gedir. Burada 9, burada 10. Bu olur 1 üstə gəlinsin 10'da 27. Bu da 6000 vurulsun 10'da 37. Bu da sıfırlar getdi. 6600'ü vururam 37'yə. Bu da bizə verir 22200. Bax, bu şəkildə aldıq. İndi ikincisinə baxaq. Bu qədər pula çevirilər. Deyir ki, ikinci və dördüncü banka qoyulan məbləğ verilən şərtlər müddətinin sonunda hansı məbləğə çevrilir? İkinci bank budur. Və dördüncü bank da budur. Elə deyilmi? Ayda mən üçüncü bankı soruşur deyə uşaqlar bizdən. Burada mən hesabladım nəyi? İkinci bankı hesabladım. Yerini dəyişik hesabladım. Üçüncü yazdım, amma ikincini hesabladım. Eyb yox. Gəlin bunu ikinci yazaq. Siz bilin. İndi gəlin. Heç bizə lazım deyil əslində. Prosto məsələdə soruşur. Yaxşı, gəlin üçüncünü də hesablayaq. Mən üçüncü bank yazıram. Üçüncü bank. İkinci bankı artıq hesablamışam. Varım dəlimdə. Üçüncü bank. Demək, gəlin hesablayaq üçüncü bankı. Mürəkkəb faiz artımından hesablanılır. Deməli, SN bərabərdir 10.000 manat 1 üstə gəlinsin %20 üzərində 3. Hesablayaq, burada nə var ki çətin? Sadəcə diqqətli olun. 10.000 sıfırlar ixtisar gedir. Bu da 10'da 12'nin kubu. Bu da 10.000 12'nin kubu. 3 dənə sıfır getdi. 12'nin bu da oldu 8 17.280. Burada üçüncü banka yazıram 17.280. İkinci bankada hesablamışam zaten 22.200. Qoy qiymətləri yazım belə, sonra istəyəndə mənim əlimdə olsun. Birinci bankı da almışam 6050. Bir dənə qalıb indi bizdən nə istəyir ikinci çalışmada? İndi mən keçirəm ikinci çalışmaya, ikincisinə. Deyir ikinci və dördüncü banka qoyulan. İkinci bankda 22.200 manat əldə olundu zaten. Bunu bildik və indi dördüncü bankı hesablayıram. Dördüncü bank. Deməli, hansı məbləğə çevrilər? Sadə faiz artımından hesablanır. SN bərabərdir S0.
S0. S0'ımız nədir? Deməli, sadə faiz artımıdır. 12.000 bir üstə gəlinsin %12 vur 6. Bu da 12.000 vurulsun. Deməli, bir üstə gəlinsin %72. Bu da 12.000 vurulsun %172. Bu iki sıfırlar getdi. 120 vurulsun 172. Gəlin 120'ni 172'ye vuraq. Olur 20.640. Deməli, burada da 20.640 manat pul oldu. Bax, bu şəkildə almış oluruq. İndi üçüncüsünə baxaq. Üçüncü bəndində bizdən nə istəyir? 8.000 manat 9 illik artımla banka qoyularsa, həm sadə, həm də mürəkkəb faiz artımı 2 ildən sonra hansı məbləğə çevrilər? Gəlin baxaq. Həm mürəkkəb, həm sadə faiz artımları hansı daha sərfəlidir? Gəlin baxaq. Birinci, gəlin sadə faiz artımından hesablayaq. Üçüncüsünü. Sadə. Sn bərabərdir S0 vurulsun 1 plus Rn bölü 100. Deməli, Sn bərabər 8.000 manat deyilmi? 1 plus R'miz 9'dur, N'imiz də 2'dir bölü 100. Elə. Bu da 8.000 bir üstə gəl %18. Bu da 8.000 vurulsun %118. Sıfırlar getdi. 80 vurulsun 118. Deməli, 80'i vururam 118'e. Bu da mənə verir 9440. İndi gəlin mürəkkəb faiz artımından hesablayaq. Mürəkkəb. Görək mürəkkəb faiz artımından hesablayanda nə qədər gəlir əldə edəcək. Aha, düsturumuz bu. Sn də bərabər S0'ımız 8.000'dir. Bir üstə gəlinsin %9% deyildimi? Artımımız. Aha. 2 ildən sonra deyirsə 2 ilə buraya yazaq. 8.000 vurulsun %109. Burada da kvadrat yazıram. 8.000 vurulsun 109'un kvadratı. Bu da 100'ün kvadratı. 3 dənə sıfır getdi. Burada belə qaldı. 8 vurulsun 109'un kvadratı. Gəlin görək nə edir. 109 vur 109. 109'un kvadratı uşaqlar bizə verir 11.881 bölü 10. Bunu da 8'e vursaq bizə verir 95.048 bölü 10. Bu da bizə verir 95.000 9504.8. Burada aldıq 9440, burada aldıq 9504. Hansı daha sərfəlidir? Hansı da daha çox pul edir? Deməli, mürəkkəb faiz artımında. Deməli, mürəkkəb faiz artımı daha sərfəlidir. Bu şəkildə dostlar, bu qədər izahımız. Kanalımızı bəyənib abunə olmağı unutmayın. Ola bilər mexaniki səhvlərimiz yenə də deyirəm gedə bilər, gözdən qaça bilər. Normal haldır. Ard-arda bir neçə çətin hesablı sualları izah edirəm. Ola bilər normal haldır. Bunu nəzakətli formada şərh bölməmizdə bildirə bilərsiniz. Yəni etikadan kənara çıxmaya xahiş edirəm. Bu qədər. Sağ olun. Faydalanmaq istəyən buyurub faydalansın. Faydalanmaq istəməyənə, xoş olmayan da gəlməsin. Bu qədər. Sağ olun.